Pensiya kapitalı gələcək pensiyanın əsasını təşkil edir. Bunun üçün isə sadəcə əmək stajı deyil, eyni zamanda rəsmi əmək haqqı və ödənilən sosial sığorta haqqları böyük rol oynayır. Mütəxəssislər də bildirir ki, öz hüquqlarını bilmək və rəsmi əmək məşğulluğuna üstünlük vermək gələcək pensiya təminatı baxımından böyük əhəmiyyət daşıyır. Əmək haqqının pensiya kapitalının hesablanmasında mühüm və birbaşa ən əsas rolu oynayır. Bu deməkdir ki, vətəndaşın rəsmi olaraq aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanır və hesablanan məbləğ Dövlət Sosial Müdafiə Fonduna toplanılır, gələcək pensiya hesablamasında nəzərə alınır. Və toplanmış pensiya kapitalı, əmək pensiyası hesablanan zaman pensiya kapitalının 90% nəzərə alınır. Pensiya kapitalının məbləğinin hesablanması qaydasına gəldikdə isə Sığorta olunanların 2006-cı il yanvarın 1-nədək qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalını çevirməklə hər ilinə 306 manat, il tam olmadıqda natamam ildəki ayların sayına mütənasib olaraq pensiya kapitalı hesablanır və sığorta olunanın fərdi şəxsi hesabında nəzərə alınır. 2006-cı il 1 yanvar tarixindən sonraki dövrə aid olan pensiya kapitalı isə işə götürən tərəfindən əmək haqqından ödənilən məcburi dövlət sosial sığorta haqlarının pensiya kapitalına çevirməklə hesablanılır. Qanunvericilik bəzi vətəndaşlara 5 il daha tez pensiya çıxmaq hüququ tanıyır. Belə ki, əmək pensiyaları haqqında qanuna əsasən sonuncu iş yerindən asılı olmayaraq yeraltı, xüsusilə ağır və zərərli sahələrdə, eləcə də incəsənətin xüsusi istiqamətlərində çalışanların pensiya yaşı azaldılır. Bunun üçün kişilərin ən az 12 il yarım, qadınların isə 10 il həmin ağır şərtli işlərdə çalışması kifayətdir. Bu kateqoriyadan olan şəxslər ümumi yaş həddindən 5 il tez pensiya çıxmaq hüququ qazanırlar. Bəs güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslərin fərdi hesabındakı kapital onlara bir dəfəlik ödənilə bilərmi? Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı bir dəfəlik və vaxtından əvvəl şəxsin özünə ödənilə bilməz. Bu vəsait yalnız əmək pensiyası hüququ qazandıqdan sonra əmək pensiyası məbləği şəklində ödənilir. Buna misal olaraq yaşı və əlilliyə görə əmək pensiyası təyin edilən şəxslər və ya ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilən şəxslərə aiddir. Vətəndaşları maraqlandıran digər məqam isə vəfat edən şəxslərin toplanmış pensiya kapitalının taleyidir. Qanunvericiliyə əsasən bu vəsait nağd şəklində vərəsələrə ödənilməsə də batmır. Ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin edilərkən tam nəzərə alınır. Bununla yanaşı ölkədə pensiya yaşının bərabərləşdirilməsi prosesi də artıq yekunlaşıb. Belə ki, bu il iyulun 1-dən etibarən qadınların da pensiya yaşı 65-ə çatdırılaraq kişilərlə bərabərləşib. Bir sözlə, qanunvericiliyə edilən bütün bu dəyişikliklər pensiya təminatının daha ədalətli, çevik və əlçatan olmasına xidmət edir. Pərvin Səfərzadə, Arzu Sadiqov, Sura Bəşirova, NTV Xəbər.